İslam Makhaçev və Jack Maddalena arasında artıq özləşmə oldu. Döyüşçülərin psixoloji vəziyyətinə baxdıqda İslam Makhaçev daha rahat, daha öz inamlı görsənirdi. Böyük bir kütlə İslamı dəstəkləyirdi və Maddalenanı isə yuhalayırdılar. İslam Makhaçevdən necə hiss elədiyi soruşulduqda isə o, həyatımda keçirdiyim ən çətin kampı keçirtmişəm, özümü 100% hiss eləyirəm, yəni tam formadayam deyə açıqlama verib. İnsanların onun sadəcə güləşçi olduğunu düşündüyü barədə isə mən ayaq üstə də döyüşə bilirəm. Hər kəslə ayaq üstə döyüşməyi bacararam. Sadəcə bu bir reallıqdır ki, mənim güləş və grappling bacarıqlarım ayaq üstə döyüşmə nisbətən çox daha yaxşıdır. Mən dünyadakı ən yaxşı döyüşçüyəm və bunu sabahları göstərəcəm deyə açıqlama verib. Maddalenanın yuhalanması ilə bağlı suallara isə o, burada böyük bir müsəlman kütlə var və normaldır ki, onlar İslam Makhaçevi dəstəkləyirlər. Əslində mən bu cür şeyləri xoşlayıram deyə açıqlama verib. Məncə Maddalena asan rəqib olmadığını göstərəcək və İslam Makhaçev üçün bu döyüşü olduqca əziyyətli edəcək.